Şəhidimizin ocağına gəldik. Allah şəhidlərimizin ruhunu şad eləsin deyirik. Şəhidimiz Alim Mirzə oğlu Yoldaşovun ocağındayıq. Anamız olaraq anamızı təbrik etməyə gəldik. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah qazilərimizə, şəfa veteranlarımıza can sağlığı versin. Bax, gör nə gözəl şuardır. Şəhid analarının 8 martını təbrik edirik. Əlbəttə, bu gün yox, biz hər zaman belə işlərdə olmağı özümüzə borc bilirik. Allah şəhidlərimizi rəhmət edin. Dediyim kimi, hal-hazırda Nəsimi kəndli şəhidimiz vətəni üçün canından keçən, qanı ilə tarix yazan alim qardaşımızın ocağındayıq. Bu gün anamız olaraq gəlmişik təbrik eləmək. Dəyərli anamız qarşısına gedib, əlindən öpüb, qarşısında baş əyməyi özümüzə borc bilirik. Dəyərli anam. Dəyərli anam, bugün rahat, sərbəst, azad olmamız sizin kimi qəhrəman, müqəddəs analara borcluyuq. Bax, bugün də o borcu bilərək yenə də sizlərin yanındayıq. Allah sizləri var eləsin, qarşısında baş əyirik. Allah şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Var olasınız. Təşəkkür. Sizi də salamlayıram. Allah sizi var eləsin. Allah sizlərə can sağlığı versin. Var olasınız anam.